Salam. Hoş gördük sizleri. Bugünkü qonağımız təbiətlə bağlıdır. Bəli, təbiətlə bağlıdır. Təbiətlə bağlıdır. Yəni böyük bir insandır. Ağac oğruları, yəni ağac oğruları direktoru, toyuq fermasının bir neçə il bundan öncə firmasını, döşəməsini söküb satan, meşələrdə məşğullaşan, çox gözəl insan, ağac bağban, yarpaq oğludur. Hoş gəlmişsiniz, bağban müəllim. Buyurun, özünüz haqqında bir neçə məlumat verin. Yəni, istərdik ki, sizin haqqınıza biz nəsə bilməyə bir şeyi öyrənək. Bəli, buyurun, buyurun, buyurun. Çok sağ olun. Güzel. Veriliş apartısı. Vallahi siz beni o kadar güzel, o kadar temiz takdim ediniz ki, az kaldım özümü portuşkadan atıp. Buyurun şimdi sualınızı verin. Buyurun. Bakın benim, siz görünmeyen zəng görür. İndi nə işləyirsiniz, nə ilə məşğulsunuz? Bu hafta bizə bir yaxşı məlumat verin, olar mı? Buyurun. Nəş olmaz, nəş olmaz. İndi dövlət mənə verdiyi meşəni hörmətlə aparırsın. Qəşəkdə qırıb talayıram. Bəli, qırıb talayıram. Necə deyirlər, yəni qohumlar da qışdan çıxardıram. Qohumlar da qışdan çıxardıram. Burada nə gözəl bir hava iş var. Güzel de stüdyonuz var ha. Bilmem biraz neşede kaldı yaşadığıma göre bana fikir vermiyor. Buyurun. Deyirəm ki, siz bilirsiniz ki, verilişə gəlirsiniz, Allah köməyimiz. Bu neymiş siparişdir? Yenə bir qırıb qaçmışsınız. Nə deyimizsə. Siz heç ildə bir dəfə çimirsiniz? Mənə bax. Yekə kişisən Niyə çimirəm İldə 2 dəfə qoyunlarla kanalda çimirəm. Cəmaət şəhərdə hamamda su gəlmiş bir dəfə çimərmiz. Amma mən ildə 2 dəfə qoyunlarla arxın içində çimirəm. Nə çimirəm ki? Siz tapırsınız ha. Siz laf su kuşusunuzmuş ki. Vallahi su kuşusunuz. Ənənəvi sual. Bu sənətən gəlməkdə kimə boşsunuz? Bax, onu bizə deyin. Biz də verilişimizi sona çatdıraq. Buyurun. Bu nə sualdır verirsən adama? Əlbəttə ki, kənd cəmaatı. Mən oğurluq eləməsəydim, məni qovub bu meşəyə salmazdılar.
mən də bu sənə gəlməkdə onlara boşlayam. Valla. Neçə ildir məni axtarırlar, tapmalar. Bu meşədəcə qardaş oğlu yaşayıram. Sonra da qarşıda yeri başımız dolandım. Durub giydim. Qabaqdan qılış kimi qış yarar. Ona hazırlaşmayı lazımdır. Valla. Valla. Oğul sən mən ölüm. Bırak gedək. Yaxşı. Sağ ol. Bununla da bizim növbəti bu verilişimiz sona çatdı. Çok sağ olun geldiğinize göre. Ve ben çok sevinirəm ki sizin kimi bizim oğrularımız, bizim danciyerlerimiz var ve meşebeylerimiz var. Hürmetli tamaşaçılar. Bununla da verilişimiz sona çattı. Sonra evine neyledi? Çattı. Çok sağ olun. Çok var olun. Sağ olun.